Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış eləyib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və həcc elektron sistemi məsulü Vüsal Cahangir açıqlama verib. O qeyd edib ki, ötən il olduğu kimi bu ildə bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları həccə aparmağa cəhd eləyirlər. Bizdə olan məlumatlara görə 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviq edici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaiti ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, həcc vizası tamam fərqli vizadır. Onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar. Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib. Onun sözlərinə görə turizm vizası ilə həcc mövsümündə Məkkəyə daxil olmaq krallığın qanunlarına ziddir. Həmin turizm vizasının üzərində də bu qeyd edilib. Bu qanunu pozanları krallığın hüquq mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və qara siyahıya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə 2 qat artırılaraq 10.000 Səudiyyə riyalı, təxminən 2700 ABŞ dolları təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq eləyirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar deyə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri vurğulayıb.